Sualımız AMH haqqındadır. AMH nədir? O yumurtaqların rezervi haqqında bizə müəyyən məlumat verən bir hormon analizidir. Adətən verilir aybaşının 2-3-cü günündə. Əvvəllər biz görürdük ki, AMH 40 yaşından sonra azalmağa başlayır. Amma dövrümüz elə bir vəziyyətdir ki, əfsuslar olsun ki, 20 yaşlı, 25 yaşlı, 30 yaşlı xanımlarda AMH-ın dəyərlərinin çox aşağı olduğunu görürük. Yumurtağın rezervinin, yumurtağın qreydinin dəyəri getdikcə zəiflədiyini görürük. Amma bilin ki, yumurtağın rezervi elə bir funksional orqandır ki, yumurtaq ana bətnindən qız uşağı o bazı ilə doğulur. Adam və folikulları çox doğulur, adam və folikulları nisbətən zəif doğulur. Və yaxud da yumurtağın kəsatlığı deyil ki, zəif folikullardan doğulur. Onların da tez çalışıb hamilə qalmaq lazımdır. Elə xanımlar kliniksə erkən yaşlı məqsəd nədir? Deyir, həkimim deyir ki, bilirlər yumurtaqların AMH-ını qaldıra bilərəm. Xeyr, nə qədər ki vaxtınız var, tez çalışıb hamilə qalmaq lazımdır. Müəyyən dərmanlar var ki, biz yumurtağın keyfiyyətini artırmaq üçün, sonra tez hamilə qalmaq üçün biz xanımın şansını artırmağa çalışırıq ki, tez hamiləlik olsun. Amma elə bir dərman, elə bir müayinə vasitəsi, müalicə vasitəsi yoxdur ki, qadının yumurtaqlarına folikul yaratsın. Siz nə qədər folikulunuz varsa, o bazı ilə doğulmuşsunuz, bunu bilin. Təzdən sonra ora folikul əmələ gətirmək kimi bir müalicə yoxdur. Sadəcə bazadakı xırda-burada qalan folikulları yetişdirmək, partlatmaq və hamilə qalmaqdan ibarətdir. Onu çoxaltmaq, AMH-ı artırmaq deyə bir müalicə növümüz təəssüf ki, yoxdur. Onu da qeyd edək ki, bəzi laboratoriyalarda referans fərqləri olur. Misal üçün, hər laboratoriyada eyni nəticə çıxmaya bilər. Ona görə bu analizlərinizi başlayanda eyni laboratoriyadan başlayıb eyni ilə davam elətdirin və çalışın AMH-ı sırf aybaşının ilk 5 gün ərzində səhər-səhər sakit halda ac qarnına verəsiniz. Bir dənə də nüans onu qeyd edeyim ki, bəzi nevroloji dərmanlar, bəzi hormonal dərmanlar yumurtaqları müəyyən qədər fəaliyyətini zəiflədə və söndürə bilər. O dərmanları kəsdikdən sonra həmin momentdə AMH-ı yoxlayırsa çox kəskin azlığı göstərir və yaxud da ki, nisbi azlığı göstərir. Həmin o qrup nevroloji dərmanlar, antidepressantlar və yaxud da digər ağır hormonal dərmanların qəbulu dayandırıldıqdan bir müddət sonra baxırsınız ki, yumurtalıq oyanmağa başlayır və fəaliyyəti zəiflətilmiş yumurtaq təzədən öz bazasını ortalığa çıxardıb müəyyən qədər AMH-ını artıra bilər. O da müəyyən qədər.